Mən keçən görüşümüzdə sizə psixologiyanın tarixi ilə bağlı olaraq müəyyən məlumatlar çatdırdım. Amma bu tarix o qədər zəngindir ki, bu tarixdə o qədər tədqiqatlar aparılıb, cərəyanlar yaranıb, sosioterapiya məktəbləri formalaşır ki, bunu bir görüş müddətində şərh eləmək çox çətindir. Və digər tərəfdən mən düşünürəm ki, biz Azərbaycan psixologiyası haqqında da müəyyən məlumatları verməliyik. Çünki bu psixologiyanın yaranmasında və inkişafında Azərbaycan tədqiqatçıların da çox böyük rolu olubdur. Doğrudur, biz dünya elminə, dünya psixologiyasına yeni fikir verə bilməsək də, amma bu elmin Azərbaycanda bərqərar olması Azərbaycan təhsil sisteminə, digər əmək sahələrinə nüfuz eləməsində bu insanların əməyi dəyərsizdir və təqdirə layiqdir. Biz keçən dəfə daha çox psixologiya elminin yaranması tarixindən bəhs elədik. Yəni Almaniyada psixologiya laboratoriyası necə yaradıldı, bu laboratoriyanın tədqiqat istiqamətləri hansı istiqamətlərə gedirdi. Eyni zamanda müəyyən qədər 20-ci əsrdə psixologiya elminin inkişaf istiqamətləri barədə danışdıq. Və bu mövzunu bir qədər genişləndirmək istəyirəm. Birincisi, diqqəti buna yetirək, psixologiya elminin yarandığı tarix hansı tarixdir? Bilirsiniz ki, 19-cu əsrdə dünyada bir tərəfdən sənaye çox sürətlə inkişaf edirdi. Fransada baş verən 18-ci əsrdə Fransada baş verən inqilabdan sonra yəni sənayenin təmərküzləşməsi, müxtəlif burjuaziya təbəqəsinin daha da fəallaşması və bir çox amillər, digər tərəfdən ümumiyyətlə dünyada cəmiyyətlərin, bəşəriyyətin inkişafı yeni bir mərhələyə qədəm qoymuşdu. Dünyada elmi-texniki inqilabın ilk rüşeymləri yaranırdı, yeni kəşflər olunurdu, yeni cihazlar yaradılırdı, yeni qanunlar formalaşırdı, müxtəlif elm sahələrində yeni qanunlar ortaya çıxırdı. Digər tərəfdən də ümumiyyətlə dünya elmində materializm vüsət almışdı. Materializmin yaranmasında, yəni dünya tarixində mən keçən dəfə qeyd elədim, mərhələli şəkildə idealizm və materializm bir-birini əvəz eləyirdi, amma 19-cu əsrin materializmi tamamilə fərqli bir materializm idi. Burada fəlsəfə elə bir inkişaf dövrünə gəlib çatmışdı ki, artıq yəni iqtisadi formasiyaların özünün dəyişməsinə belə iddialı idi. Və burada təbii ki, Marksın və Engelsin yaratdıqları materialist fəlsəfənin mühüm rolu var idi. Bu fəlsəfə bütün dünyada öyrənilirdi. Düzdür, onun tətbiqinə o qədər risk eləmək istəyənlər yox idi, amma bu bilirsiniz ki, 19-20-ci əsrdə ilk dəfə Rusiyada Lenin tərəfindən, Leninin rəhbərliyi ilə belə bir sistem quruldu. Yəni kapitalist sistemindən imtina olundu və Sovet hakimiyyəti meydana gəldi və s. Yəni bu məsələlər elə bir vüsət almışdı ki, psixologiya elmi də insanı öyrənən elm kimi, onun nə düşündüyünü, nə etmək istədiyini, onun davranışını necə nizamlamaq lazım gəldiyini öyrənməyə çox həvəs göstərirdi. Və burada psixologiya elmində yeni istiqamətlər, cərəyanlar yaranırdı. Artıq 20-ci əsrin əvvəllərində kognitiv psixologiyanın ilk rüşeymi yaranmağa başlamışdı. Thorndike tərəfindən aparılan tədqiqatlarda 1932-ci ildə belə bir iddia irəli sürdü ki, məsələn, labirintdə hərəkət edən siçan oradan çıxmaq üçün yol axtararkən o gəldiyi yolun qurtaracağında üzləşdiyi yemək, qidanın necə əldə eləmək üçün ikinci dəfə gələndə artıq həmin yolun xəritəsi onun beynində əks olunur. Yəni, birinci dəfə gəldiyi yolda gəlir, yemək tapır, ikinci dəfə asan şəkildə siçan gəlib həmin yolu tapır və bu təcrübələrin əsasında Thorndike belə bir anlayış irəli sürür, kognitiv xəritə anlayışı və belə bir iddia ilə çıxış edir ki,
insanlar, hətta şuursuz canlılar belə olduqları məkanlarda, onların şuur altında olduqları məkanın xəritələri, obrazları yaranır. Sonralar 60-70-ci illərdə, 80-ci illərdə bu qanun yeni bir mərhələdə, yeni bir eksperimentlərdə yenidən təsdiq olundu və ikonik hafizə anlayışı ilə psixologiya elminə gətirildi. Yenə qayıdıram mən əsrin əvvəllərinə, yəni əsrin əvvəllərində kapitalizmin inkişafı həm təhsil sisteminə yeni tələblər qoyurdu, insanı öyrənmə, mənimsəmə məsələlərinə yeni tələblər qoyurdu və bu mənada psixologiya elmi də yeni istiqamətdə yaranırdı. Və bu dövrdə Andre Binet'in, Jean Piaget'in, Brunner'in və digər çoxsaylı tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində təhsil sistemində şagirdlərin öyrənmə və mənimsəmə imkanları üzərində araşdırmalar gedirdi. Bu araşdırmalar bütün dünyanın inkişaf eləmiş, həmin dövr üçün inkişaf eləmiş ölkələrinə yayılırdı. Əlbəttə ki, Rusiyada da baxmayaraq ki, Birinci Dünya müharibəsi getmişdi, baxmayaraq ki, orada ümumiyyətlə ictimai formasiya, Çar Rusiyasını yeni bir, tamamilə fərqli bir, dünya çapında olan fərqli bir cəmiyyət əvəz edirdi, Sovet cəmiyyəti. Yəni bu cəmiyyətdə Marksist ideyalar, Marksist-Leninizm ideyaları əsas götürülürdü. Bütün xüsusi mülkiyyətlər paylanmışdı, xüsusi mülkiyyətlər kəndlilər, torpaqlar kəndlərə verilmişdi, fabrik zavodlara fəhlələr rəhbərlik edirdilər. Bu müəyyən dövrdə belə oldu, amma sonralar yenidən kollektivçilik ideyası ortaya atıldı və bunlar hamısı kolxozlarda və bir sıra başqa formatlı kooperasiyalarda birləşdirildi. Amma həmin dövrdə əlbəttə ki, insanların özünə, öz əməyinə münasibətində çox böyük dəyişmələr vardı. Beləliklə, 20-ci əsrin əvvəllərində Rusiyada baş verən inqilab bütün dünya iqtisadiyyatına, eyni zamanda dünya elminə bu və digər dərəcədə təsir göstərir və bu təsir nəticəsində bir rəqabət başlayır. Elmlər arasında da bir rəqabət başlayır. Bu rəqabət əlbəttə ki, Qərbin qələbəsi ilə yekunlaşır. Ona görə ki, Rusiyada formalaşmaqda olan psixologiya elmi bir çox ideoloji məhdudiyyətlərə məruz qalırdı. İdeoloji məhdudiyyətlər onun ibarət idi ki, o zaman SSR adlandırdığımız və öz daxilində 15 respublikanı birləşdirən Rusiyada Marksist-Leninizm ideologiyası insan fərdiyyətini öyrənməyə məhdudiyyətlər qoyurdu. İnsan fərdiyyəti, insan şəxsiyyəti, maraqları, onun daxili istəkləri, arzuları. Bax, bu mövzular Rusiya məktəbində, Rusiya psixologiyasında qadağan olunmuş, sanki bir tabu qoyulmuş mövzulara çevrilmişdi. Əsas istiqamət psixikanın öyrənilməsinə yönəlirdi. Ümumiyyətlə, dünya psixologiyasında Rusiya psixologiya məktəbi psixikanı ən yaxşı öyrənən, mən psixika o mənada deyirəm, yəni psixikaya daxil olan daha çox psixika hadisələri öyrənən məktəbə çevrildi. Çünki tədqiqatçıların başqa istiqamətləri, başqa çıxış yolları yox idi. 20-ci əsrin 20-ci illərində Rusiyada yaranan Psixologiya İnstitutuna Çerpanov rəhbərlik edirdi. Hələ bu ideologiyanın tam oturuşmasına qədər Çerpanov Qərbin analitik psixologiyasını, şəxsiyyətlə bağlı aparılan tədqiqatların hamısını Psixologiya İnstitutuna gətirməyə çalışırdı. Bir çox tərcümələr olunurdu, yəni qərb tədqiqatçıların inkişafla bağlı, fərdiyyətlə bağlı, şəxsiyyətlə bağlı əsərləri çap olunurdu, tərcümə olunurdu və çap olunurdu. Amma bu uzun sürmür, 20-ci illərin ortalarında Çerpanov bu institutun rəhbərliyi ilə uzaqlaşdırılır və Kornilov institutuna rəhbərliyə gətirilir və beləliklə institutun ümumiyyətlə ab-havası dəyişir, ideoloji məsələlər dəyişir. Doğrudur, institutda ilk illərdən Çerpanov çox gözəl tədqiqatçıları orada dəvət eləmişdi. Luria dil məsələlərini öyrənirdi, Vygotsky, yəni ümumiyyətlə
pedaqoji, psixologiya, inkişaf məsələləri, psixikanın bir çox sahələrini, nitqi, təfəkkürü öyrənirdi. Daha sonralar institutda yəni Leontyev, sonra Rubinstein və bir çox tanınmış Elkonin, sonralar Davudov, bir çox tanınmış bizə adları tanış olan tədqiqatçılar fəaliyyət göstərdilər. Və bu tədqiqatçıların apardıqları araşdırmalar dünya psixologiya elminə çox gözəl nəticələr vermişdi. Və bu məhdudiyyətlər nəticəsində psixologiya Rusiya məktəbinin nəzarətində olan, ideoloji baskısı altında olan 15 respublikanın hər birində də bu cürə məhdudiyyətlər təbii ki, qoyulurdu. Mən çox qısa da olsa, yəni tarixi qısa olduğuna görə, o qədər də çox geniş bir araşdırmalar aparmaq imkanı olmadığına görə mən Azərbaycan psixologiyası haqqında məlumat verirəm və sonra dünya psixologiyasından asanlıqla danışa bilərik. Azərbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ildə hazırda Bakı Dövlət adlandırdığımız Azərbaycan Dövlət Universitetində Fuad İbrahimbəyovun rəhbərliyi ilə fəaliyyətə başlayır. Amma burada eksperimental tədqiqatlar aparılmırdı. Bu tədqiqatlar 1931-ci ildə Azərbaycan Respublikası Elmi Tədqiqat Pedaqogiya İnstitutu adlanan, o zaman 31 nömrəli, hazırki 31 nömrəli məktəbdə yerləşən və bugün hazırda təhsil institutu kimi tanıdığımız bir institutda başladı. Yəni bu institut 1931-ci ildə yaradıldı və onun adı Azərbaycan Elmi Tədqiqat Pedaqogiya İnstitutu adlanırdı. Nədir bu pedaqogiya? Pedaqogiya anlayışını elmə Amerika psixologu Hall tərəfindən gətirilmişdi. Hall ilk dəfə Vundun laboratoriyasında olur, bir müddət orada təcrübələr keçir və o 1883-cü ildə Amerikaya qayıdaraq Amerikada ilk psixologiya laboratoriyasını açır. Bu laboratoriyada mühüm araşdırmalara başlanılır. Amma Hall çox elmlərlə maraqlanan bir adam idi. Çox gözəl tədqiqatçı idi. Məsələn, o sonralar 91-ci ildə 31 psixoloqdan ibarət psixoloqlar cəmiyyətini yaratmışdı. Bir sıra institutlara rektorluq olmuşdu, bir sıra laboratoriyalara, kabinetlərə, bölmələrə, kafedralara rəhbərlik eləmişdi. Hall'un yanaşmasında biraz məsələ fərqlidir. Hall belə düşünürdü ki, insan uşaq haqqında, ümumiyyətlə Hall'u daha çox heyvanların və uşaqların davranışı maraqlandırırdı. Və düşünür ki, uşaqların bütün göstəriciləri ilə bağlı bir məlumatlar toplamaq lazımdır ki, bunların qarşılıqlı əlaqəsi öyrənilsin. Bu mənada Hall o zamanki bütün Amerika ştatları üzrə fizioloqların, gigiyeniklərin, sonra pedaqoqların, psixoloqların məlumatlarını toplayırdı məktəblərdən, uşaqlar haqqında məlumatları toplayırdı, məqalələri cəmləşdirirdilər və onlar həmin laboratoriyada, mərkəzdə uşaq haqqında ümumi bir nəticəyə gəlirdilər. Amma təbii ki, axı bu aparılan bu tədqiqatların hamısı eksperimental deyildi. Bir çox nəticələr, məlumatlar statistik xarakteri daşıyırdı. Mən keçən görüşümüzdə qeyd elədim ki, 20-ci əsrin əvvəllərində yeni bir psixoloji yanaşma meydana gəlmişdi, bu operasionalizm. Bu yanaşmaya görə eksperimentdən keçirilməyən psixoloji fakt hesab olunmurdu. Onu psixologiya bunu qəbul eləmirdi. Bu mənada dünyada yayılmış, məşhurlaşmış bu pedaqogiya adı 30-cu illərdə, 20-ci əsrin 30-cu illərində şübhələr oyadır, şübhələr doğurur və dünya üzrə keçirilən psixoloqların, pedaqoqların ümumi tədbirlərində belə qərar verilir ki, pedaqogiya elminin qəbul elətdiyi yəni predmet, mövzu doğru deyil, doğru yanaşma deyil.
hər bir elmin öz predmeti olmalıdır və orada bu tədqiqatlar geniş şəkildə aparılmalıdır, eksperimentdən keçirilməlidir. O mənada tüm dünyada pedagogika elminə qarşı xoşa gəlməz münasibət yaranır və bu elmin ləğvi üçün təşəbbüslər göstərilir. Eyni zamanda o zamanki belə Sovet İttifaqı Komünist Partiyasının verdiyi qərar əsasında o zamanki xalq komissarları nəzdində fəaliyyət göstərən bütün sistemlərdə və maarif komissarlığında da bu elmə qarşı bir qərarlar qəbul olunur və bu qərarlar Azərbaycanda da tətbiq olunur. Eyni zamanda bütün Qafqaz Respublikalarında Gürcüstana da, Ermənistana da göndərilir, Azərbaycana da göndərilir və nəhayət 1934-cü ildə, ilk dəfə 34-cü ildə bu elmin ləğv olunması haqqında qərar verilir. Amma 1936-cı ildə bu elmə qarşı yeni bir repressiya dalğası başlayır. Bu dalğanın nədən ibarət olduğunu çatdırmaq üçün mən sizə həmin dövrdə verilmiş bir əmrlə tanış eləmək istəyirəm və qısa bir qeyd eləmək istəyirəm. Deməli, mən təhsil institutunda işlədiyim, o zaman təhsil problemləri institutu adlanırdı. İşlədiyim illərdə institutun 75 ili yubileyi keçirilirdi və bu yubiley ərəfəsində bütün şöbələr institutun həmin şöbələrin tarixini araşdırırdılar. Mənim də fəaliyyət göstərdiyim psixologiya və yaş fiziologiya şöbəsində bir bölgü aparıldı və mənə 1931-ci ildən, institutun yaradıldığı ildən 1956-cı ilə qədər psixologiya şöbəsi ilə bağlı verilən qərarlar, əmrlər, yəni arxivdən araşdırılması tapşırıldı və bu mənim həyatımda çox mühüm bir mərhələ oldu. Ona görə ki, mən həmin qərarlarla, əmrlərlə tanış olanda biz təbii ki, əmr kitablarını araşdırırdıq. Başqa bir ciddi bir sənədləri tapmaq çox çətin idi. Səbəbini mən sizə əlbəttə ki, deyəcəm. Mən o havanın soyuq bir vaxt olması ilə yanaşı, fevral-mart aylarında bu tədqiq araşdırmaları biz aparırdıq. Həmin əmrlərlə tanış olduqca insanın daxilində bir hayqırtı, bir narazılıq, bir etiraz baş qaldırırdı. Birincisi, əmr kitablarının hamısı bildiyiniz kimi o dövrdə rus dilində yazılırdı. İkincisi də əmrlərin yazılmasında, əmrlərin verilməsində bu elmə qarşı olan hücumlar, bu elmə qarşı olan repressiyalar aydın görünürdü. Həmin əmrlərdən birini mən sizə olduğu kimi oxumaq istəyirəm. Deməli, 1936-cı ildə verilmiş bir əmrdir. Bu əmr sonralar başqa bir əmrlə 1956-cı ildə 142 nömrəli əmrlər daha da möhkəmləndirilir. Deməli, Azərbaycan Pedaqoji Elmi Tədqiqat İnstitutunun arxivində tapılan 73 pedagog xarakteristika, təlimnamə, istifadə edilmiş və edilməmiş blankalar Mərkəzi Komitənin 4 iyun 1936-cı il tarixli qərarında məhkum edilmiş pedaqoji xarakterli materiallarla əlaqədar olan heç bir elmi qiyməti olmayan işlər və institut arxivinə artıq yükləndirən, əldə olan bitmiş və bitməmiş materialların ümumiləşdirilmiş nəticələrini xüsusi arxivdə saxlamağı təklif edirəm və istifadəsi ancaq direktorun icazəsi ilə mümkün olan bütün işlənmiş və işlənməmiş material aktda göstərilmiş siyahıya təşviyə olunsun, yəni siyahıya yerləşdirilsin. Əslində bunlar nə idi? Bunlar kim istəsə bugün icazə ilə əlbəttə ki, Təhsil İnstitutunun kitabxanasında tanış ola bilərlər. O kitabxanada çox köhnə kitab şkafları var. O şkaflar o zamandan institutda qalmış şkaflardır. Həmin şkafların içərisinə, deməli, 19-cu əsrin sonlarında Avropada uşaq psixologiyasına bağlı aparılmış araşdırmaların nəticələri, çox gözəl tədqiqat işləri, Sovet ideologiyasının o qorxunc, o nəfəsin dəymədiyi tərcümə olunmuş
Rusiyada tərcümə olunub bütün kitabxanalara, o cümlədən də Azərbaycanın o zamanki Elmi Tədqiqat İnstitutunun kitabxanasına göndərilmiş əsərlər hamısı o şkaflara doldurulur, kitabların üzəri sayğaclanır, möhürlənir və burada qeyd olunduğu kimi yalnız direktorun xüsusi icazəsi ilə o kitablardan istifadə olunmasına imkan yaradılır. Amma özünüz həmin dövrün repressiya illərinin ab-havasını bir təsəvvürünüzə gətirin ki, heç kim cəsarət edib həmin kitablarda olan hər hansı bir araşdırma ilə tanış olmağa belə özündə cəsarət tapmır. Yalnız sonralar, yəni 40-cı illərdən sonra 50-ci illərin sonlarında bu kitablar, bu şkaflar, bu məhkumluqdan belə deyək azad edilir. Kitabların sayğacları açılır, kitabların yəni qapıları açılır və amma yenə də həmin illərin qorxunc ab-havası, həmin illərin qadağaları uzun illər boyu Azərbaycan psixoloqlarının ruhundan silinib getmir və onlarda istifadə eləməyə o qədər də həvəs göstərmirlər. Amma təbii ki, bu proseslər tədricən ləngir və 60-cı illərdə Azərbaycan psixologiyası da yeni bir istiqamət alır. Yəni bu institutun fəaliyyəti illərində bu institutda nə işlər görülürdü? Yəni söhbət elmi tədqiqat pedaqoji elmləri üstündə aparılan tədqiqatlardan gedirdi. İlk dövrlər institutda psixotexnika kabineti və psixologiya laboratoriyası fəaliyyət göstərirdi. Pedologiya adlanırdı. Sonralar bu psixologiya adlanır və bu qısa bir dövr təşkil edir. Bunun ardınca institutda yeni bir istiqamətlər yaranır. Bu istiqamətlərdə əsas aparılan tədqiqatlar nədən ibarət idi? Əsas istiqamət uşaq inkişafı ilə bağlı oldu. Bu sahədə Fuad İbrahimbəyov psixolingvistikanı, nitqin inkişaf xüsusiyyətlərini öyrənirdi. Makavelski hafizə proseslərini, Zəkuzadə nitqi, təfəkkürü və s. bu cür istiqamətlər gedirdi. 1934-cü ildə institutda xüsusi bir qrup yaradılır və bu qrup çətin uşaqların davranışını öyrənməyə başlayır. Və bu qrupa əlavə olaraq psixonevroloq, həkimlər qəbul olunur, Çebuşeva, sonra Melikov və başqaları qəbul olunur və 10 nəfərdən ibarət bir tədqiqat qrupu yaradılır. Onlar məktəblərdə çətin uşaqların davranışını öyrənirlər, məktəblərdə əlaqəli şəkildə o davranışının qarşısını almağın yollarını araşdırılır və öz tövsiyələrini verirlər məktəblərə. Amma dediyim kimi, institutda bu pedologiyanın ləğv olunması ilə yanaşı o ad altında açılan pedologiya kabineti və laboratoriyanın da ləğv olunması bu tədqiqatçıların tədqiqatların istiqamətini dəyişdirir. Həmin dövrdə Fuad İbrahimbəyov təfəkkürün testləşdirilməsi üzrə araşdırmalar aparırdı və çox gözəl də test nəticələri vardı. Bu nəticələr deməli Moskvada keçirilən Rusiya Ümumsessiyeri müşavirəsində müzakirə olunanda Fuad İbrahimbəyov orada testin nəticələrini o zamanki Şaumyan rayonunda, hazırki Xətai rayonu məktəblərində tətbiqi ilə bağlı məlumat verir, məruzə edir və burada testin nəticələrinin 30-40% şagirddə müsbət yekunlaşdığını bildirir. Bu təbii ki, mərkəzi komitəni qıcıqlandırır, onların xoşuna gəlmir və bu testlərin tətbiqinin hazırlanması və tətbiqi dayandırılır. Halbuki həmin dövrdə Amerikada Kettler tərəfindən oxşar məzmunlu testlər hazırlanırdı. Bu testlər çox uğurla hazırlanır və dünya ölkələrinə yayılır. Hazırda da bu testlərdən geniş şəkildə istifadə olunur. Amma Fuad İbrahimbəyovun, Makavelskinin, Zəkuzadənin və başqalarının tədqiqat istiqamətləri tamamilə dəyişdirilir. O zaman Azərbaycanda türk dili, dövlət dili, türk dili adlanırdı və tədqiqatlarda da bunu görmək olur ki, İbrahimbəyov türk dili üzrə lüğətin tərtib olunur. Türk dilində psixoloji terminlər lüğəti hazırlayır. Onun tədqiqatı bu istiqamət. Yəni bu hardasa bir filoloqun işinə aid olan işdir. Fuad İbrahimbəyov bilirsiniz ki, ixtisasca həkim olub. Çox gözəl. Mən onun bir sıra məqalələrin bir hissələrini bizim Təhsil İnstitutunun arxivlərində gördüm.
o qədər maraqlı, o qədər fundamental bir məsələlərdir ki, mən çox istəyərdim onun o fəlsəfə doktorluğu, o zamanki namizəd psixologiya üzrə namizədlik dissertasiyası gətirilərdi, tərcümə olunaydı Azərbaycanda. Yəqin ki, o Azərbaycan Moskvanın, yəni Dövlət İnstitutunun arxivlərində saxlanılır. Eyni zamanda digər tədqiqatçıların da çox gözəl tədqiqatları vardı. Və 1952-ci ildə Fuad İbrahimbəyev yenidən məruzə ilə çıxış eləyir. Onun apardığı tədqiqatının, hazırladığı testlərin əslində Sovet məktəbi üçün zərərli bir şey olduğunu ona gedizdirirlər. Yəni onu deməyə məcbur edirlər ki, sən bu testləri hazırlamaqda hansısa bir düz yol seçməmisən və məktəblərdə belə bir nəticələr əldə olundu. Halbuki bu nəticələrə görə tamam başqa bir istiqamət götürmək olardı. Niyə uşaqlar zəif mənimsəyirlər, səbəbləri nədir? Bu amillərin araşdırılmasına yönəldilməlidir tədqiqatlar. Amma əksi nə olur? Psixologiya elmi sanki həm yuxarıdan gələn qərarlar nəticəsində, həm də bu kimi reallıqları aşkara çıxardığına görə bir təzyiqlərə, repressiyalara məruz qalır və həmin illərdə 1950-ci illərin əvvəllərində bu dediyim, oxuduğum kimi əmrlər nəticəsində 31 nömrəli məktəbin həyətində bir tonqallar qalanır. Bu qiymətli tədqiqat işləri, o cümlədən də Elmi Tədqiqat Pedaqoji İlmlər İnstitutunda aparılan araşdırmalar hamısı o tonqalda yandırılır. Azərbaycan psixologiyasının çox dəyərli, çox qızıl bir dövrü tonqalda yandırılır. Bizim əlimizdə olan materiallar yalnız ondan sonraki illərdə tamamilə deyək ki, pedaqoji yönümdə aparılan manqanın işinin təşkil olunması, müəllimin üçün hansı bir obyektlərin yazılması kimi bir insanda bir psixologiya elminə qarşı bir rişxənd hissi oyadan bir istiqamətlərə yönləndirilir. Və beləliklə Azərbaycan psixologiyasının çox qısa bir, çox gözəl bir inkişaf dövrünün sonu qoyulur. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Doğrudur, Mərkəzi Komitə tərəfindən bütün respublikalara belə bir qərarlar göndərilmişdir. O cümlədən də bu qərarlar Ermənistan və Gürcüstan Respublikasına da göndərilmişdir. Amma nədəndirsə, məlumdur ki, bizim milli xarakterimizə görə, eyni zamanda Azərbaycan Respublikasında hələ bugün də Rusiya meyilli, Rusiya KGB-sinə xidmət edən əllərin, başların olması səbəbindən Azərbaycanda hər şey kökündən həll olunur. Amma nə Ermənistanda, nə də Gürcüstanda psixologiya adı dəyişdirilmir. Və bugün də həmin respublikalarda Psixologiya İnstitutu dövlətin nəzdində fəaliyyət göstərməkdə davam edir və mən keçən dəfə də dedim, hətta Gürcüstan Psixologiya İnstitutu dünya elminə, dünya psixologiyasını Ruslanın kəşf etdiyi Ustanovka nəzəriyyəsi ilə dünya elminə çıxır. Amma Azərbaycan psixologları əlbəttə ki, dünya elminə daha böyük töhfələr verə biləcək qədər mükəmməl, intellektual, bacarıqlı tədqiqatçılar idilər ki, bunun qarşısı alındı və bugün də hələ psixologiya elmi özünə gələ bilmir. 60-cı illərdə bu qara duman, bu pərdə, bu qadağalar təxminən yumşalır və 60-cı illərin və 70-ci illərdə Azərbaycan psixologiyasına yeni bir nəfəs verilir. Azərbaycan Bakı Dövlət Universitetində mərhum professor Əkbər Bayramov, Azərbaycan Dövlət Pedaqoji Universitetində, hazırki adı ilə deyirəm, mərhum professor Əbdüləlizadə, Azərbaycan Dillər Universitetində mərhum professor Muxtar Həmzəyev psixologiyaya yeni bir istiqamət, yeni nəfəs verirlər. Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun laboratoriyasında dəv olunsa da, burada psixologiya, defektologiya və psixologiya şöbəsi fəaliyyət göstərirdi və o şöbədə elmi tədqiqatlar aparırlar. Eyni zamanda adlarını çəkdiyim təhsil müəssisələrində kafedralara rəhbərlik edirlər. Əbdül müəllim
birinci dissertasiya işi təxəyyülün təhlil-tərkib prosesləri ilə bağlı olub. Yəni professor Əbdül Əlizadə təxəyyülün tədqiqatlarını aparıb. Əkbər Bayramov universitetdə, Bakı Dövlət Universitetində təfəkkürü araşdırırdı. Təfəkkür və əqli prosesləri onun doktorluq işi də bu istiqamətdə olub. Sonralar şəxsiyyət psixologiyasında onun bir sıra əsərləri nəşr olub şəxsiyyətlə bağlı. Və Muxtar Həmzəyev isə dillə bağlı, yəni dilin psixologiyasını öyrənirdi. Dillər Universitetinin özünün predmetlərinə görə, ixtisaslara görə dillə bağlı, psixolingvistika ilə bağlı, yəni ünsiyyət psixologiyasına bağlı araşdırmalar aparırdı. Yəni bir növ bu tədqiqatlar, bu mövzular sanki bir paylanmışdı. O zaman dünyada kognitiv psixologiyanın inkişaf elədiyini nəzərə alsa, bu tədqiqatlar da hardasa kognitiv psixologiyanın bir sahəsini təşkil etmişdir deyə bilərik. Tam kognitiv psixologiya olmasa da hər halda sonralar onların araşdırılması, xüsusən Əbdül Əlizadənin tədqiqatları, məsələn, təhsil taksonomiyaları, tədqiqatları konkret olaraq kognitiv psixologiya üzərində qurulmuşdu. Yəni Bloom'un, Kraskov'un və başqalarının araşdırmaları bu istiqamətdə yönələn araşdırmalar idi ki, Əbdül Əlizadə Azərbaycan ilk dəfə 1998-ci ildə təhsil, o zamanki Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda bir tədqiqat mövzusu yazmışdı, yəni təhsil taksonomiyaları ilə bağlı. İlk dəfə. Onda heç biz nə taksonomiya anlayışını bilmirdik, nə kurikulum anlayışlarını bilmirdik və s. Beləliklə, Azərbaycan psixologiyasının növbəti inkişaf mərhələsi 70-ci illərdən başlayır, 60-cı illərin ortaları 70-ci illərdən başlayır və bugünə qədər bu elmin yeni nümayəndələri yaranıbdır. 21-ci əsrin əvvəllərindən psixologiya ixtisası üzrə ixtisaslar açılır. Ona qədər ümumiyyətlə Azərbaycanda psixologiya adında ixtisas olmayıb. Deməli, 50-ci illərdə professor Əbdül Əlizadənin də təhsil aldığı Bakı Dövlət Universitetində bir ixtisas vardı. Filologiya və psixologiya ixtisası. Yəni onun təhsili bu ixtisas üzrə, filologiya və psixologiya. Sonralar o psixologiya sözü də götürülür oradan, müxtəlif adlarla dəyişdirilir və Azərbaycan Dövlət Pedaqoji Universitetində belə bir ixtisas vardı. Pedaqogika və psixologiya fakültə. Həmin fakültənin nəzdində bir ixtisas var. Məktəbə qədər təhsilin pedaqogikası və psixologiyası. Mən və mənim yaşıdlarım bu ixtisası bitirənlər, bax bu ixtisas üzrə o zaman Azərbaycanda adında psixologiya adı olan yeganə ixtisas bu idi ki, məhz bu adı görə biz özünə cəlb eləmişdik və bu ad üzrə biz 4 il psixologiya fənləri keçirdik. 4 il ərzində müxtəlif psixologiyanın müxtəlif sahələrindən fənlər tədris olunubdur və mən bugün həmin müəllimlərin ruhunu çox hörmətlə anıram. Xüsusilə mərhum Zəkəriyyə müəllim Mehdizadə bizim çox gözəl təhsil nazirimiz olmuş Mehdi Mehdizadənin qardaşı idi və başqaları bizə bu fənni tədris edirdilər. Sonralar isə dediyim kimi psixologiya ixtisasları yarandı, psixologiya kafedraları yarandı və bugün Azərbaycanda psixologiya elmi özünün yeni bir inkişaf dövrünə qədəm qoyubdur. Amma yenə də qeyd eləmək istəyirəm ki, Azərbaycanda hələ də dövlətin tabeliyində olan, dövlət tərəfindən maliyyələşdirən psixologiya institutu nə Elmlər Akademiyası nəzdində yaradılmadı, nə də bugün Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Nazirliyinin strukturunda, bölmələrində, regionlarında heç bir yerdə psixologiya adında olan rəhbərlik, metodiki köməklik, tədqiqat qurumu yoxdur. Bu funksiyaları yalnız bizim psixologiya kafedralarımız həyata keçirirlər. Bugün Azərbaycan psixologiyasında öz adı ilə, tədqiqatları ilə nüfuz qazanmış, şöhrət tapmış insanlar, professor Ramiz Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində Elnarə xanım Şəfiyeva professor, Rəna xanım professor, sonra hazırda indi bu sahədə çalışmasa da professor Səməd Seyidov, professor Bəxtiyar Əliyev, professor Rəşid Cabbarov,
Eyni zamanda hazırda yeni müdafiə eləmiş insanlar da var ki, mən hər birinin apardığı tədqiqatları alqışlayıram. Elnar müəllim o İdman Akademiyasına fəaliyyət göstərib, hazırda Pedaqoji Universitetin Psixologiya kafedrasına rəhbərlik edir. Yəni adlarını çəkdiyim, çəkmədiyim hər bir insanlar, tədqiqatçılar, professorlar, dosentlər bugün Azərbaycan psixologiyasının inkişafında gözəl xidmətlər göstərirlər. Amma yaxşı olar ki, bu sahəyə, bu fənnə, bu ixtisasa dövlət qayğısı da artaydı. Və beləliklə, yəni 20-ci əsrdə Azərbaycan psixologiya elmi Sovet psixologiya məktəbinin təsiri altında, onun ideoloji istiqamətində yarandı, formalaşdı, böhran dövrünü yaşadı, repressiyaya məruz qaldı və amma 70-ci illərdən sonra yeni istiqamət aldı. Hətta etnopsixologiya istiqamətində də Professor Ramiz Əliyev tərəfindən dissertasiya müdafiəsi olub. Onun doktorluq işi məhz bu mövzu ilə bağlıdır. Belə. Yəni, çox şey danışmaq olar, amma təbii ki, mövzunun vaxtımızın məhdudluğunu nəzərə alaraq mən Azərbaycan psixologiyası haqqında hələlik sizə bunları çatdırmalı oldum. Əgər sizin bu mövzuda hansısa bir suallarınız olarsa, sualları cavablandıra bilərik. Eyni zamanda Professor Ələston Baxşəliyevin Azərbaycan psixologiya tarixi ilə bağlı, səhv bilmirəmsə, 2 əsəri nəşr olunub. Orada Azərbaycan psixologiyasında nəşr olunan elmi əsərlər, yəni Azərbaycan psixoloqları, onların bioqrafiyası haqqında geniş məlumatlar verilir. O kitabdan da, kitablarını da əldə edib, məlumat alıb, öyrənə bilərlər. Yaxşı olar ki, bu kitabların PDF-ləri internetlərə qoyulsun ki, tələbələr Azərbaycan psixologiyası tarixi ilə daha yaxından tanış olsunlar. Və qayıdıram dünya psixologiyasına. Dünya psixologiyasında nələr baş verir 20-ci əsrdə? Mən keçən dəfə qeyd elədim, dünya psixologiyasında 20-ci əsrdə çox böyük bir inqilablar baş verdi. Psixologiya elmində yeni məktəblər, yeni cərəyanlar yarandı. Yəni, yaranmış yeni məktəblər təzələndi və yeni cərəyanlar yeni vüsvət aldı və bu cərəyanların tarixi psixoanalizdən başlayır. Psixoanalizin yaradıcısı Sigmund Freud'dir. Freud dünya elminə elə bir nəzəriyyə gətirdi ki, nə bu nəzəriyyəni bütövlükdə hər kəs qəbul eləmir, nə də heç kim bu nəzəriyyədən azad şəkildə, yəni tam özünü azad eləyə bilmir, belə bir. Hətta Rus tədqiqatçıları belə bir fikir söyləmişdilər ki, yəni biz düşünməliyik, yəni Rusiya psixologiya məktəbi də dediyim kimi, orada ideoloji sistemin təsiri altında çox da geniş şəxsiyyət öyrənə bilmirdi və bu mənada 21-ci əsrin əvvəllərində Rusiyada baş verən yenidən qurulma, Rusiyada yəni yeni bir demokratik, dırnaqarası demokratik sistemin gətirilməsi əslində demokratik olmadı. Biraz elmə biraz müstəqillik verəndə Rus psixoloqları belə bir düşüncəyə qapılmışdılar ki, necə eləyək, geriyə Sigmund Freud'a doğru gedək, yoxsa irəliyə Sigmund Freud'lə bir yerdə irəliyə doğru gedək. Yəni, nə Freud'dən azad ola bilmirdilər, nə geriyə qayıtmaq olmurdu, nə də irəliyə getmək olmurdu. Çünki Freud'in nəzəriyyəsində elə məsələlər vardı ki, hətta onun yaxın yaxın həmkarları belə, hətta öz qızı Anna Freud belə bir çox fikirlərdən imtina eləmək istəyirdi. İmtina olunmuşdu da, yeni bir cərəyan yaranmışdı, neo-Freudizm, yeni Freudizm cərəyanı yaranmışdı. Amma bugün də biz Freud'dən, görürsünüz ki, Freud'dən azad ola bilmirik, çünki onun nəzəriyyəsində çox böyük həqiqətlər vardı. Freud haqqında, yəni psixoloqların ən çox bildiyi məlumatlar Freud haqqındadır. Çünki onun analitik yanaşması bugün də tətbiq olunur, analitik metodlar, onun müdafiə mexanizmləri ilə bağlı, şəxsiyyətin şəxsi daxili münaqişələrlə bağlı, ümumiyyətlə psixoanalitik metodla bağlı, onun texnikaları bugün də çox məşhurdur. Biz də tətbiq edirik, istifadə edirik, müsbət tərəfləri həqiqətən də danılmazdır. Amma məsələ belədir ki, 20-ci əsrdə bu ideoloji sistemlər yeniləndi, dəyişdi, yeni elmi faktlar ortaya çıxdı və insanlar insanı bir seksual obyekt kimi görmək istəmirdilər tədqiqatçılar.
Mən məsələn bir neçə tədqiqat haqqında fikrimi izah eləmək istəyərdim. Məsələn, 20-ci əsrin əvvəllərində Sigmund Freud'in çox yaxın həmkarı olmuş Alfred Adler. Alfred Adler özü oftalmoloq, göz həkimi olub. Amma o psixika ilə çox maraqlanırdı və bir dəfə onun əlinə Sigmund Freud'in bir kitabı düşür, yuxuların analizi ilə bağlı, yuxuların analizi kitabı. Bu kitab onda çox böyük bir maraq oyadır və o gəlir Freudlə görüşür. Freud, onun fikirləri Freud'u çox maraqlandırır. O Freud ona özünün hər həftənin çərşənbə günü təşkil olunan müzakirələrə dəvət edir, hətta özünün anatip soğuqlar cəmiyyətinə dəvət edir və bir müddət Alfred Adler Freudlə bir yerdə çalışır, fəaliyyət göstərir, amma sonralar o bunu qəbul eləmir və onların arasında bir düşmənçilik başlayır. Səbəbi nə idi? Freudin yanaşmasında insanın fəallığa sövq edən amil olaraq cinsi həvəs göstərilir. Yəni insan məhz cinsi həvəsinə görə fəallaşır, yenilikləri öyrənir, təhsil alır, özünü təsdiq eləməyə çalışır və s. Amma Alfred Adler deyirdi ki, xeyr, insanı fəallığa sövq edən amil hakimiyyət, idarə etmə, hakimiyyət və özünü aktuallaşdırma tələbatıdır, özünü reallaşdırma tələbatıdır. Bunun içərisində cinsi həvəs də ola bilər, amma bütövlükdə insan bioloji varlıq deyil, seksual varlıq deyil. Sonralar hətta onun yaxın silahdaşı olmuş Jung'u deməzdim, Jung haqqında bir qədər dayanacağım. Erich Fromm'da, Erich Erikson'da, yəni Horni'də və bir çox başqa alimlər də, tədqiqatçılar da bu fikirlərdən uzaqlaşırlar və yeni Freudizm cəryanı meydana gəlir və onların istiqamətləri daha çox sosiomədəni istiqamətə yönəlir. Yəni insanın inkişafının, fəallığını daha çox sosiomədəni amillərlə əlaqələndirirlər. Və Freudlə münasibətləri korlamış ikinci bir tədqiqatçı Carl Gustav Jung olub. Jung da psixoanalitik idi. O Freudlə düzdür, aralarında 14 yaş fərq vardı, amma Freudlə çox yaxın münasibətləri vardı. Bir çox məsələlərdə onların fikirləri toqquşurdu. Məsələn, Jung, bilirsiniz ki, onun tədqiqat istiqamətləri daha çox arxetiplərlə bağlı idi. Jung daha çox insanın o kosmik şuurla əlaqələrinə üstünlük verirdi, amma elə bir sanki Freud insanı təhtər şuura, şuur altına sürüklüyürdü, amma o kollektiv şuura, Jung kollektiv şuura daha çox düzdür. Freudin də bu sahədə əsərləri vardı, Freud də kollektiv şuurla. Amma bunların bu şuur məsələsi, şuur və şuuraltı məsələlərinin bir sıra fikirləri toqquşurdu. Vaxtımız yoxdur, mən o məsələləri sizə xırdalayam və bu arada bunların həyatında bir hadisə onların münasibətlərinə çox mənfi təsir göstərir. Deməli, Carl Gustav Jung'un bir pasiyenti olur. Pasiyentin adı Sabina Spielrein. Yəni, ümumiyyətcə Yahudi olur. Spielrein əslən Rostov-Don şəhərindən idi. O vaxtki Rusiya imperiyasının Rostov-Don şəhərində doğulmuşdu və onun çox çətin uşaqlığı varmışdı. Atası çox xarakteri çox ağır bir adam idi. Onun qardaşlarına da, özünə də işgəncələr, mənəvi işgəncələr verirdi. Qardaşlarına fiziki işgəncələr verirdi və bu uşaqlıq onda bir çox travmalar yaradır və sonralar bu xanım, Sabina xanım ağır isterik xəstəliyə tutulur, isterikaya tutulur və o müalicə üçün Avropaya üst tutur və Carl Gustav Jung onun müalicəsinə başlayır. Bu müalicə müddətində bunlar arasında bir sevgi macərası yaşanır. Carl Gustav Jung, bilirsiniz ki, bilmirəm, bilənlər bilir, bilməyənlər üçün deyim ki, Carl Gustav Jung'un bütün o tədqiqatlarının maliyyələşdirilməsi onun varlı həyat yoldaşı tərəfindən həyata keçirilirdi. Özü çox uşaqlı, uşaqları sayı çox olub Jung'un
və bu məhəbbət onun bu həyatına bir uyğunsuzluq yaradır və o düşünür ki, bu məhəbbət nəticəsində o bütün hər şeyi, karyerasını belə itirə bilər. Bu mövzu, bu məsələ Şpilberg tərəfindən məhz Sigmund Freydə də çatdırılır ki, o Jung ondan istifadə elədi, Jung onu belə aldatdı, alçatdı və sonda o ondan evlənmək istəmir. Bu məsələ Freyd ilə Jung arasında bir fikir ziddiyyətlərini gətirib çıxarır. Hətta onların məktublaşmaları da var ki, bu məktublaşmada Freyd yazır ki, mən də sənin kimi bir neçə dəfə belə bir sevginin astanasına qədər gəlib çıxmışdım. Amma mən o qapıdan yəni içəri girmədim, mən öz hisslərimə hakim kəsildim və özümü bu təhlükədən qorudum. Amma sən çox bir ehtiyatsızlıq eləmişsən ki, belə bir məsələyə yol vermirsən. Bu xanım haqqında, bu xanım yəni Jung tərəfindən müalicə olunur, sağalır. Sonralar o bütün istiqamətini, fəaliyyətini psixoanalizə yönəldir, özünün başına gələnləri özünün yeni bir metodu kimi formalaşdırır və psixologiya tarixində yalnız 1950-ci illərdə, yəni İkinci Dünya müharibəsindən sonra İsveçrənin xəstəxanasının, hansı ki xanım orada çalışmışdı, arxivindən Şpilberg haqqında onun yazıları tapılır və dünya psixologiyasına onun da adı daxil olunur ki, bu qadın dünyada doktorluq müdafiəsi edən ilk psixoanalitik qadın olubdur. Sonralar o qadın acı taleyi olur, o tezdən Rusiyaya, düzdür, Avropada bir çox ölkələrdə çalışır, yəni Moskvaya qayıdır, Rusiyada bir çox təzyiqlərə məruz qalır. 30-cu illərdə bu yeni ideologiyanın yaranması, bu mülkədarlara qarşı, o zamanki varlı insanlara qarşı bir repressiya dalğası vardı. Onun da 4 qardaşı məhz bu baxımdan imkanlı ailə olduğuna görə güllələnir. Psixoanalitik elmi ümumiyyətlə ləğv olunur. Dediyim kimi Çerpanov İnstitutdan çıxarılandan sonra bu elmə hücumlar başlayır. Bu tərcümə olunmuş kitabların hamısı yığışdırılır, yandırılır və ümumiyyətlə Freydin adı Rusiyada qadağan olunur. Bu mənada onun da yaratdığı bu böyük bir psixoanalitik metod, onun yanaşmaları, müalicə üsulları qadağan olunur. O yenidən Moskvadan Rostov-Dona qayıdır və burada yaşayır, ailə qurur, 2 qızı dünyaya gəlir, həyat yoldaşı ilə birlikdə, yəni əvvələ Avropada işləsələr də yenidən Rostovda yaşamalar onların həyatı üçün bir faciəyə səbəb olur. Yəni 1942-ci ildə o və digər ailə üzvləri ilə, qalan ailə üzvləri ilə birlikdə Hitlerçilər tərəfindən güllələnir. Və bu kimi psixologiya tarixində belə bir maraqlı hadisələr baş verir və bu hadisələr təbii ki, bu elmin yeniləşməsinə səbəb olur. Alfred Adlerin nəzəriyyəsi 1940-80-ci illərdə qərb cəmiyyətlərində çox böyük uğurla qarşılanır. Adlerin əsas konsepsiyası natamamlıq hissinə, səriştəsizlik hissinə qalib gəlmək üçün özünü reallaşdırmaq tələbatının önəmi önə çıxarılırdı və bu cərəyan oradan da çox böyük nüfuza layiq bir cərəyan oldu. Bugün də yəni belədir, amma o dövrdə çox ən üstün cərəyanlardan biri idi. Nəhayət bunun ardınca Avropada kognitiv psixologiya geniş vüsət alır, şəxsiyyət psixologiyası geniş vüsət alır. Yəni klientə bütün bunların əsasında psixoterapiya məktəbləri meydana gəlir. Perlis özü də əvvəllər psixoanalizlə məşğul olurdu. Yəni Gestalt terapiyanın banisi Perlis, Gestalt terapiya ilə məşğul olurdu, psixoanalizlə məşğul olurdu. Amma o da psixoanalizə bir sıra xoşagəlməz məsələlərlə bağlı özünü uzaqlaşdırmağa çalışır. Onun xanım Laura və Rudman, səhv eləmirəmsə, Rudmanla bir yerdə Gestalt psixologiya ilə məşğul olurdu. O da onlara qoşulur və Perlis buna yeni bir nəfəs verir və Amerikada New York şəhərində Gestalt psixologiya mərkəzi yaradılır, institutu yaradılır və bu terapiya üsulu Amerikada çox qısa müddətdə geniş nüfuza malik olur. Bugün də dünyada çox tanınan terapiya cərəyanlarından birisidir.
Sonra kognitiv psixologiya ilə bağlı Benin, Kellinin, onun ardınca Julian Richter'in, Albert Bandura'nın yanaşmaları, yəni özünü öyrənmə nəzəriyyəsi aspektində, yəni sosiallaşma, insanın özünü cəmiyyətə uyğunlaşdırması aspektində bu nəzəriyyələr bunu təbliğ edirdilər. Skinner davranış nəzəriyyəsini yeni bir modelə gətirir və Skinner davranışın yeni bir modelini, terapiyada yeni bir model təlif edir. Ellis də məsələn psixoanalizi tənqid edirdi. Ellis özünün rasional, emosional davranış terapiyasını yaradır. Frankl tərəfindən eksistensial psixologiya istiqamətinin logoterapiya modeli yaradılır. Və beləliklə 20-ci əsrdə dünyada inkişaf eləmiş psixoloji cərəyanlar geniş vüsət alır. Əvvəllər qavrayış psixologiyası, davranış psixologiyası, öyrənmə və mənimsəmə psixologiyası adı altında bizə tanış olan cərəyanların əsasında yeni terapevtik metodlar, texnikalar və texnologiyalar meydana gəlir. Və mən qısa da olsa iki insan haqqında da fikir söyləmək istəyirəm. Bu insanlar Seygen və Montessori'dir. Biz təhsil sisteminin işçiləri, yəni mütəxəssisləri olduğumuza görə bunların adını mütləq qeyd eləməliyik. 19-cu əsrdə məktəblərdə olan şagirdlərin, çətin mənimsəyən şagirdlərin öyrənilməsinə də geniş tədqiqatlar həsr olunmuşdur. Mən istəyərdim bu mövzu haqqında ümumiyyətlə geniş dayanam. Çünki bu tarix həmişə kölgədə qalıb, bu tarix bizə qaranlıqdır. Amma bu tarixi mütləq bilməliyik ki, bugün bizə tanış olan bu terapevtik, yəni ləngiməsi olan, problemli olan uşaqların insan terapiyasına bağlı bugün əlimizdə olan materiallar kimlər tərəfindən yaradılır? Onun ilk yaradıcısı Seygen hesab olunur. Biz onu Seygen lövhəsi kimi onun adını tanıyırıq. Yəni Edward Seygen ilk dəfə bu əqli cəhətdən məhdud olan uşaqların da müəyyən işlər görə biləcəyini ehtimalını söyləyir. Bunun üçün Fransada xüsusi bir məktəb açır, çox çətinliklə onun maliyyələşdirilməsi üçün insanlar tapır. Amma təəssüf ki, bu çox qısa müddət çəkir və cəmiyyətdə o zaman cəmiyyətlərdə belə bir fikir vardı ki, bu insanlar yararsız insanlardır. Onlara zəhmət çəkməyə, maliyyə ayırmağa dəyməz. Amma Seygen bunun tərəfdarı deyil, o düşünürdü ki, bu doğru yanaşma deyil. Seygen hətta ona məcbur olur, o da sonra Fransanı tərk edib, Amerikaya getməyə məcbur olur. Amerikada o özünün sistemini qurur, yaradır, onu orada şərait yaradırlar. Sağ olsun Amerika, yenə görürsünüzmü? Amerika elmə açıq olub, Amerika dünya yəni psixologiyasına açıq olub. Amerika dünya psixologiyasını məhz elə praktikadan öyrənə gəlib bu səviyyəyə çatıbdır. Biz onların bu elmi ilə bugün əhəmiyyətli dərəcədə yararlanırıq. Digər bizə adı çox tanış olan Samuel Coase-dur. Coase klubu kimi tanıyırıq. Təəssüf ki, onun haqqında məlumatlar çox azdır. Bunun səbəblərini mən də bilmirəm, çox araşdırmışam, amma çox qısa bir məlumat verilir ki, Coase klubu kəşf edir, o klubu özünün adı şöbədə, xəstəxanada uşaqlara tətbiq edir, çox gözəl nəticələri var. Amma bugün Coase klublarının böyüklər üçün də müxtəlif formaları var ki, onlardan diaqnostikada və korreksiyada istifadə olunur. Digər məşhur tədqiqatçı Montessori'dir. Bu xanım haqqında hər birinizin yəqin ki, məlumatı var. Maria Montessori İtalyan olub bilirsiniz. Onun bu problemli uşaqların inkişafı ilə bağlı, öyrənmə və mənimsəməsi ilə bağlı təcrübələr, məşğələlər sistemi yaradılıbdır. Ümumiyyətlə Montessori həkim idi. Mən onun fikirlərində mənim diqqətimi cəlb edən və özünə bağlayan fikir Montessori'nin insana bir kainatın parçası kimi yanaşmasıdır. Biz məsələn uşağın davranışında olan nəticələri daha çox tərbiyə və mühit amili ilə bağlayır, bir də genetika ilə. Amma Montessori hətta kainat baxımından yanaşır məsələlərə. Mən bilmirəm, siz nə dərəcədə bu astrologiyaya inanırsınız, inanmırsınız, amma təbii ki, kainatda baş verən hadisələrin, məsələn, ay çevrilmələrinin yerə, insana, onun orqanizminə təsir göstərməsi elm sübut edibdir. Bu mənada
Siz astroloqların bir nitqlərini dinləsəz görərsiniz ki, hazırda dünyada, kainatda bir təvatümlər at ilinin məlumatları verilir, at ilində belə olur, elə olur. Yəni müəyyən mənada mən düşünürəm ki, istər Türkiyədə, istər Amerikada, istər bu günlərdə Azərbaycan məktəblərində yeniyetmələrin davranışında baş verənlərin bəzi təsirləri hətta kosmik təsirlərlə də bağlı ola bilər və bunu biz tam kosmosun üstünə yıxmalı deyilik əlbəttə ki, amma bunun da müəyyən təsirləri ola bilər. Bu mənada Montessori insana bir kosmik sistemin bir hissəsi kimi yanaşırdı. Onun da həyatı çox faciəli olub. Onun da İkinci Dünya müharibəsi illərində İtaliyadan bilirsiniz ki, getməyə məcbur olur. Bir neçə illər boyu Hindistanda yaşayır. Sonra İngiltərəyə gəlir. Amma dünyada Montessori sistemidir. Öz dövründə də bugün də mükəmməl və gözəl bir sistem kimi qəbul olunur. Mən gələcək görüşlərimiz əlbəttə ki, bu sistemlərin üzərinə yenidən qayıtmalı olacağım. İstər Segen, istər də Kos və Montessori sistemlərinin üzərinə qaydasıyım. Bugün mən yəni mümkün olan qədər sizə dünya psixologiya tarixinin haqqında yeni məlumatlar verdim. Amma bu son deyil. Biz yeri gəldikcə hər hansı bir mövzudan danışdıqca gələcəkdə düşünürəm ki, ayrı-ayrı idrak prosesləri haqqında, insan fərdiyyəti, şəxsiyyəti, davranış haqqında bizim söhbətlərimiz davam edəcək. Bu görüşlərimiz də əlbəttə mən müəyyən sistemi qoruyub saxlayacağam, ardıcıllıq olsun. Amma sizin də istəklərinizə, fikirlərinizə qısa da olsa vaxt ayıra bilərik ki, sizin suallarınızı cavablandırar. Mənim istəyim budur ki, Azərbaycan cəmiyyətində psixologiyaya maraq artsın. İnsanlar özlərini dərk etmək üçün, özünü tanımaq üçün bu elmin faktlarından, məlumatlarından yararlansınlar, özlərinin o psixoloji ekologiyası ilə məşğul olsunlar. Hər birinizə bu yolda uğurlar diləyirəm. Sağ olun, gələn görüşlərə qədər.